İmplant çox ağrılıdır. İmplant yapımı zamanı herhangi bir ağrı olmur. Yerli keyitmə ilə aparılır, ağrı minimaldır. Yaşlılara implant olmaz. Aksinə, implant yaşlılar üçün ən doğru seçimdir. İmplant yapımı üçün yaş sınırı yoxdur. 18 yaşdan yuxarı olan hər kəsə implant yapmaq mümkündür. Bunda hastanın genel sağlıq durumu və çənə kəminin qalınlığı önəmlidir. İmplantlar bədən tərəfindən qəbul edilmir. İmplant materialı olan titanyum diş həkimliyi və ortopedik alanlarda və implantların yapımında ən çox kullanılan materialdır. Biyo uyumludur, yüksək davamlılığa sahibdir, insan bədəninə tam uyğun materialdır. Çox bahadır, dəyməz. Deməzdim, çünki uzun müddətli, sərfəli və sağlıqlı prosedurdur, illərlə davam edir. Süni diş olduğu bilinər. İmplant üzəri yaptığımız zirkonium dişlər çox təbii görünür, doğal dişə yaxındır, öz dişinizdən seçilmir.